Bismillah və elhamdülillah və salatu və selamu alə Rasulillah əmmə bə'd. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Davam edirik Fəthül Məcid li şərhi Kitab-ı Tevhid kitabının qiraətinə və bugün ikinci fəsil götürürük. Müəllif rahmetullahi aleyh bu fəsli adlandırıb Bəbu bəyani fəzli tevhid, tevhidin fəzilətinin bəyanı və mə yukəffiru minəz-zunub və günahlara kəffarə olması. Şərhçi bu fəslə qrammatik məsələlərlə başlayıb və buyurur ki, bəbu, yəni fəsil sözü xəbəru, mübtədəu məhfuz, yəni mübtədası silinmiş bir xəbər. Təqdiruhu həzə. Təqdiri də həzədir. Yəni həzə bəbu. Yəni bu fəsil. Və Şeyx Abdurrahman bin Həsən Əli-Şeyx buyurur ki, və yəcuzə ən yəkunu mübtədəun xəbiruhu məhfuz. Təqdiruhu həzə. Həmçinin deyir, bunun əksi də ola bilər. Yəni xəbəri silinmiş mübtəda. Və burada mə, yəni və mə yukəffiru minəz-zunub, mə ki var, yəcuzə ən yəkun məfsuləh vəl-ə'idu məhfuz. İcazəlidir ki, o məvsul olsun. Yəni ismi məvsul olsun. Yəni və bəyanul-ləzi yukəffiru minəz-zunub. Bəyan, hansı ki, günahlara kəffarə olmasının bəyanı. Və yəcuzə ən təkunu məstəriyyə, yəni məstər də olması icazəlidir. Təkfiruhu zunub, yəni günahlara kəffarə olması və hədəsəni əzhər. Bu ikinci daha zahirdir. Yəni tövhid bir deyil, iki deyil, bütün günahlara kəffarədir. Kiçik və böyük bütün günahlara kəffarədir. Qaləl-musannifu rahiməhullahu teala. Müəllif, Allah ona rəhmət eləsin, bu fəsilə Allah subhanahu və teala'nın bu ayəsi ilə başlayır. Və qavlillahi teala əl-ləzīnə əmənu və ləm yəlbisu imanəhum bi zulmin ulaikə ləhumul əmnu və hum muhtədun. İman gətirənlər və bu imanına zülm qarışdırmayanlar ki var, onlar əminlik içindədir və onlar hidayətdə olanlardır. Qalə İbn Cərir, böyük təfsirçi İbn Cərir buyurur ki, həddəsəni əl-musannə. Musannə deyir, mənə zikr etdi, yəni dedi. Və səqə bi sənədihi və bu sənədi hara qədər apardı? Ən Rabi ibn Ənəs. Rabi ibn Ənəsə qədər apararaq dedi ki, Rabi ibn Ənəs belə dedi. Əl-imanu əl-ixlasu lillahi vəhdəhu. İman tək Allaha ixlaslı olmaqdır. Yəni ayədə keçən imanəhum var. Yəni imanəhum ləm yəlbisu imanəhum bi zulmin. Yəni imanlarına zülm qarışdırmayanlar. Ayədə keçən o iman, Rabi Ənəs İbn Ənəs deyir ki, həmin o iman əl-ixlasu lillahi vəhdəhu. Tək Allaha ixlaslı olmaqdır. Və qalə İbn Kəsir fil ayəti. İbn Kəsir rahiməhullah bu ayə haqqında buyurur ki, ey həuləillədinə əxləsu əl-ibadətu lillahi vəhdəhu və ləm yüşriku bihi şeyən. O kəslər ki var, ibadəti yalnız tək Allaha xalis edir və ona heç bir nəyi, heç bir şeyi şərik qoşmur. Humul əminun yevməl qiyamə əl-muhtədun fid-dünya vəl-əxirə. Məhz onlardır qiyamətdə əminçilikdə olan, məhz onlardır dünyada və axirətdə hidayətdə olanlar. Həmçinin İbn Zeyd və İbn İshaq buyurur ki, Həzə minallahi ələ fəsril qada beynə İbrahim və qavmihi.
Bu Allahın İbrahim və onun qövmündə hökm verdiyi bir şeydir. Yəni bu ayə və bu ayədən qabaqki ayələrə nəzər salsaq, İbrahim və qövmü arasında çəkişmədə İbrahimin dediyi bu söz idi və Allah Taala da bunu İbrahim və qövmü arasında bir hökm etdi. Nə hökm etdi? Əllezîne âmenû və lem yelbisû îmânehum bizulmin ulaike lehumul emnu və hum muhtedun. Həmçinin İbn Məsud radiyallahu anh buyurur ki, ləmmə nəzələt hədihil əyətu qalu fəeyyuna ləm yəzlim nəfsəhu. Deyir, bu ayə nazil olduğu zaman bizlər dedik ki, məgər hansımız öz nəfsimizə zülm etmirik. Qalə sallallahu aleyhi və səlləm, deyir, bunun üzərinə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnə şirkə lə zulmun azim. Həqiqətən şirk böyük bir zülmdür. İmam Buxari nəql etdiyi hədisdə o da Abdullah ibn Məsuda qədər gedən hədisdə Abdullah ibn Məsudun belə dediyini buyurur ki, ləmmə nəzələt əllədiyinə əmənu və ləm yəlbisu imanəhum bi zulmin. Yəni bu ayə nazil olduğu zaman iman edənlər və öz imanlarına zülmü qarışdırmayanlar, bu ayə nazil olduğu zaman qulnə, biz dedik, ya Rasulallah, ey Allahın Rəsulu, əyyünə lə yəzlim nəfsəhu. Yəni bizlərdən kim öz nəfsinə zülm etmir? Qal, o isə belə dedi, leysə kəmə təqulun, bu sizin dediyiniz kimi deyil, ləm yəlbisu imanəhum bi zulmin bi şirk. Əvələm təsmə'u ilə qavli Luqman li ibnihi, ya bunəyyə lə tuşrik billahi innə şirkə lə zulmun azim. Bu sizin dediyiniz kimi deyil, imanlarına zülmü qarışdırmamaq, yəni şirki qarışdırmamaq deməkdir. Məgər Loğmanın öz oğluna dediyi sözü eşitmədinizmi? Ey oğulcuğum, Allaha şirk etmə, həqiqətən şirk böyük bir zülmdür. Bu hədis həm Buxaridə var, həm də Mustadrakda mövcuddur. Həmçinin İmam Əhməd də Abdullah ibn Məsuddan rəvayət etdiyi hədisdə onun belə dediyini buyurur ki, ləmmə nəzələt əllədiyinə əmənu və ləm yəlbisu imanəhum bi zulmin şəqqə zəlikə alə əshabi Rasulillahi sallallahu aleyhi və səlləm. Yəni bu ayə nazil olduğu zaman fikir versəz müəllif dönə-dönə rəvayətləri gətirir. Dönə-dönə imanlarına zülm qarışdırmayanlar ayəsi nazil olduğu zaman bu Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabına ağır gəldi. Və qalu və dedilər, ya Rasulallah, ey Allahın elçisi, fəəyyünə lə yəzlim nəfsəhu. Məgər bizlərdən kim öz nəfsinə zülm etmir? Qal, Allah Rəsulü buyurdu ki, İnnəhu leysəlləzi tə'nun ələm təsmə'u mə qaləl əmrus salih. Bu sizin fikirləşdiyiniz kimi deyil. Məgər salih qulun dediyini eşitmədinizmi? Ya buneyyə lə tuşrik billah, innə şirkə lə zulmun azim. Ey oğulcuğum, Allaha şirk etmə, həqiqətən şirk böyük zülümdür. İnnəmə huvə şirk. Oradakı zülüm şirkdir. Yəni Allah Rəsulü sallallahu aleyhi və səlləm bu cür sahabələrinə çatdırdı, bildirdi. Ömərdən gələn bir əsərdə isə ənəhu fəssərəhu bizənbi. Ömər radiyallahu anhu bu zülmü günah olaraq təfsir edib. Fəyəkunul mənə əl-əmnu min kulli əzəbin. Yəni bütün əzablardan əminlikdə qalmaq. Və qaləl Həsən vəl-Kəlbi Ulaikə ləhumul əmnu fil-əxirəti və hum muqtədunə fid-dünya. Onlar axirətdə əminlikdədirlər, yəni əzabdan, mütləq əzabdan əmindədirlər, hətta cəhənnəmə düşsələr belə sonda çıxacaqlar və hum muqtədunə fid-dünya, dünyada da
hidayətdə olandılar. Və qalə Şeyxülislam İbn Teymiyyə rəhmətullah aleyh vəllezîne şaqqa aleyhim sahabələrə çətin gələn şey ennehum zannu onlar belə zənn etdilər ki enne zulmə məşhud ədəmuhu huvə zulmul əbdi nəfsəhu o məşrut olan zülm ki var, o insanın öz nəfsinə zülm etməsidir. Sahabələr bunu fikirləşdi və bu zənn onlara ağır gəldi. Məhz ona görə dedilər, məgər bizlərdən özünə zülm etməyən yoxdur. Və ənəhu la əmnu və ləhdədə illə limən ləm yəzlim nəfsəhu və onlar elə zənn etdi ki, əminlik və hidayət öz nəfsinə zülm etməyənlər üçündür təkcə. Fəbəyyənə ləhum Nəbiyyə sallallahu aleyhi və səlləm və Allah Nəbisi sallallahu aleyhi və səlləm onlara nəyi bəyan etdi? Mə dəlləhum ələ ənnə şirk zulmun fi kitabillahi. Bəyan etdi ki, yəni dəlalətli olaraq bəyan etdi ki, şirk Allahın kitabında zülmdür. Fələ yəhsulul əmnu vəl-ihtidə yəni əminlik və hidayət hasil olmaz illə limən ləm yəlbis İmənahu bi zulmi. Yəni imanlarına zülmü qarışdırmayanlar. Fə innə mən ləm yəlbis İmənahu bi hədə zulm. Kim bax bu zülmü öz imanlarına qarışdırmasa, yəni bu şirk zülmünü, şirk çirkabını kənə min əhlil əmn vəl ihtidə o əminlik və hidayət əhlindən sayılır. Kəmə kənə min əhlil istifəh. Necə ki seçilmiş əhldən olan kimi. Seçilmiş əhl kimdir? Allah Əzzə və Cəllə buyurur ki, ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اسْتَفَيْنَا مِنْ عِبَادِنَا Sonra biz kitabı seçdiyimiz qullara varis buraxdıq. فَمِنْهُمْ ظَالِمٌ لِنَفْسِهِ Onlardan, o varislərdən elələri var idi ki, öz nəfsinə zülm edirdilər. وَهَذَا لَا يَنْفِ أَنَّ يُؤْخَذَ أَحَدُهُمْ بِظُلْمِهِ لِنَفْسِهِ بِذَنْبٍ İzləm yatıb. Bu o deməkdir ki, yəni tövbə etməsə belə günahlarla öz nəfsinə zülm edənlər ki var, yəni bu ikinci zikr etdiyimiz ayə ki var, yəni Allah öz kitabını qullarından istədiyinə varis verdi və onlar içində də öz nəfsinə zülm edənlər var. Bu ayədə zülm günahlar, şirkdən daha aşağıda olan günahlar nəzərdə tutulur. فَمَنْ يَأْمَلْ مِسْقَالَ زَرَّةً خَيْرًا يَرَهُ Kim miskal ağırlığında xeyir edərsə onu görər. وَمَنْ يَأْمَلْ مِسْقَالَ زَرَّةً شَرًّا يَرَهُ Və kim miskal ağırlığında şər edərsə o da onu görər. Yəni bu ayədə keçən zülm Nəhl surəsindəki keçən zülmdən fərqli olaraq günahlardır. Nəhl surəsindəki zülmü Allah elçisi şirk deyə izah etdi. Lakin Fətir surəsində keçən zülm bu şirkdən daha aşağıda olan günahlara aiddir. Çünki Əbu Bakır radiyallahu anhu Allah Nəbisi sallallahu aleyhi və səlləmə deyir ki, ya Rasulallah, ey Allahın elçisi, eyyünə ləm yə'mə su bizlərdən hansımız pis bir iş görmürük ki? Fəqal, Allah Rəsulu sallallahu aleyhi və səlləm deyir ki, ya Əbu Bakır, ey Əbu Bakır, ələstə tənsəb, məgər sən yorulmursan? Ələstə təhsən, məgər sən hüzünlənmirsən? Əleysə yusibəkəl əvəh, məgər sənə xəstəlik toxunmur? Fədəlikə mə tujziunə bihi, bu elə kəffarədir, yəni pis işlərinə, insanın pis işlərinə. Fəbəyyənə ənəl müminəlləzi izə mətə dəxələl cənnə və Allah Nəbisi bəyan edir ki, mömin öldüyü zaman cənnətə girir. Qad yuczi'u biseyyiətihi fid-dünya bil-məsaib. O öz günahlarına görə dünyada gələn müsibətlərlə artıq kəffarəsini ödəyib. Və qal mən səlimə min əcnəti zulməti sələs. Kim zülmün bu üç sinifindən salamat qalarsa, o hansılardır? Şirk, yəni birinci şirk, zulm və zulmul ibad, yəni qullara zülm, və zulmuhu li nəfsihi bimədunə şirk və
şirkdən aşağı öz nəfsinə zülm və bu 3 zülmdən salamatda qalarsa, kənə ləhul əmnut təm vəl ihtidəut təm. Onun üçün tam əminlik var və tam hidayət var. Yəni bir insan zülmün bu 3 növündən salamat qalarsa, 1. Şirkdən salamat qalarsa, 2. Allahın digər qullarına zülm etməkdən salamat qalarsa və ya öz nəfsinə zülm etməkdən, yəni şirkdən aşağı olan şeylərlə zülm etməkdən salamat qalarsa, həmin şəxs tam əminçilik və tam hidayətdədir. Və mən ləm yəslim min zulmihi li nəfsihi. Kim öz nəfsinə zülm etməkdən salamat qalmazsa, kənə ləhul əmnu vəl ihtidə mutlaqan. Onun üçün əminlik və hidayətin əsli vardır. Bimənə ənəhu lə buddə ən yədxuləl cənnə. O mənada ki, labuddur ki, o axır əvvəl cənnətə daxil olsun. Kəmə vuidə bizəlik fil əyətin uxra. Necə bu başqa ayələrdə vəd olunub iman əhlinə. Və qəd hədəhullahu ilə sırat-ı müstəqim. Allah onu sırat-ı müstəqimə hidayət edib. Əlləzi təkunu əqibəduhu fihi ilə cənnə. Hansı ki, o sırat-ı müstaqimin sonu cənnətdir. Və yəhsulu ləhu min nəqsil əmni vəl ihtidə. Bi hisabi mə nəqs min imanihi bi zulmihi li nəfsihi. Onun üçün naqis əminçilik və naqis hidayət hasil olar imanının naqisliyi miqdarında və özünə zülm etməyinin miqdarında. Və leysə muradun nəbi sallallahu aleyhi və səlləm bi qavlihi innəmə huvəşşirk. Yəni Allah nəbisinin bu ayəni açıqlamasında deməsi ki, nəfsinə zülm qarışdırmaq bu şirkdir. Burada muradı Allah nəbisinin mən ləm yüşrik əşşirkül əkbər. Kim böyük şirk etməzsə deyil. Yəni o mənada ki, yəkunu ləhəl əmnu ət-təm vəl ihtidəut təm. Yəni o mənada ki, kim böyük şirk etməzsə, ona tam əminlik var və tam hidayət var. Allah nəbisinin bu sözdəki muradı bu deyil. Çünki bir çox hədislər, Quran mətinləri apaçıq bəyan edir ki, böyük günah sahibləri ərz olunacaq qorxuya. Ləm yəhsulu ləhumul əmnut təm vəl ihtidəut təm. Onlar üçün tam əminlik və tam hidayət hasil olmayacaq. Əlləzi yəkununa bihi muqtədin ilə sırat-ı müstəqim. Hansı ki, o tam əminlik və tam hidayətlə onlar sırat-ı müstəqimə hidayət olub. Sırat-əlləzinə ənəmallahu aleyhim. Allahın nemət verdiyi kəslərə. Min qeyri əzabsız. Yəhsulu ləhum, yəni əzabsız bunlara hasil olacaq. Xeyr, Allah nəbisinin innəmə huvə şirk sözündəki muradı bu deyil. Bu deyil ki, kim böyük şirk etməsə, yəni onun üçün tam əminlik və tam hidayət var. Hansı ki, Allah Teala bunu nemət verilmiş şəxslərin üzərinə verib, yəni onlar əzabsız cənnətə girəcək. Bu sözdəki muradı bu deyil. Çünki Quranın nususları, kitab və sünnət dəlalət edir ki, şirkdən başqa, yəni böyük ola bilər bir insan böyük şirk etməsin, lakin böyük günahlarla gəlsin və Quran və sünnət dəlalət edir ki, böyük günah sahibləri əzaba ərz ediləcək. Bəli, onlarda hidayətin əsli olsa da, onlarda Allahın onlara verdiyi nemətin əsli olsa da, onlar əzaba düçar olacaq, lakin ləbuddur ki, sonda onlar cənnətə daxil olsun. Çünki onlarda əminliyin və hidayətin əsli var. Allah nəbisinin innəmə huvə şirku deməsi, innə ərədəl əkbər ayədə, yəni imanınıza zülm qarışdırmayanlar o şirk deməsində muradı böyük şirkdir. Burada da məqsəd nədir? Ənnə mən ləm yəkun min əhlihi. Kim onun əhlindən olmazsa və huvə əminun
mimma va'ida bihil müşrikun min azabid dunya vel axirə. O dünya və axirətdə müşriklərə vəd olunan əzabdan əminlikdədirlər. Budur ayənin məqsədi. Bəli, ayədə keçən murad böyük şirkdir və Allah nəbisinin də muradı nədir? Yəni kim onun əhli olmazsa, dünya və axirətdə müşriklərə vəd olunan əzabdan əmində qalar. Və in kana muraduhu cinsu şirk, əgər Allah nəbisinin muradı şirkin cinsi olsaydı, feyuqalu zulmul abdi nəfsəhu, onda deyilərdi ki, qulun öz nəfsinə zülmü kəbuxlihi, simiz olması kimi və hubbul məl bi ba'dil vacibət və şirkun əsğər. Və malın o bəzi vacibi var, məsələn, zəkatı verməmək. Bu kiçik şirk olardı. Və hubbihi mə yəbğaduhullahu təalə. Allahın qəzəb etdiyini sevmək, hətta öz havasını Allahın sevdiyi şeylərin önünə qoymaq, bunlar hamısı kiçik şirkdir. Və buna bənzər həzə fəzəhu minəl əmni vəl ihtidə bi hisabihi. Bəli, onun, yəni əgər deməli Allah nəbisinin muradı şirkin cinsidirsə, insanın öz nəfsinə zülm etməsi kiçik şirklər ki var, o həmin o kiçik şirklərlə hidayət və əminliyi bir hissəsini itirir. Ona görə də sələf kiçik və ya böyük günahları həmin bu şirkin altında zikr edirlər. Bu etibarla yəni. Yəni insanın özünə zülmü məsələn üçün öz havasını önə keçirtməsi, vacibatlarda paxıllıq etməsi, Allahın qəzəbləndiyi şeyi sevməsi bu kiçik şirklərin altındadır. Yəni böyük şirk olarsa tam hidayət və tam əminlik əldən çıxar. Lakin şirkin cinsi olarsa, kiçik şirk olarsa, həmin o hidayət və həmin o əminliyin bir qismi əldən çıxar, əsli isə qalar. İbn-i Qayyim rahiməhullah buyurur ki, bu ayə haqqında Əl-ləzīnə əmənu və ləm yəlbisu imanəhum bi zulmin uləikə ləhumul əmnu və hum muhtədun ayəsi haqqında buyurur ki, sahabələr dedi və eyyunə ya Rasulallah ləm yəlbis imanəhu bi zulmin, bizlərdən ey Allahın Rəsulu öz imanına zülm qarışdırmayanlar varmı ki? Qal, Allah Rəsulü deyir ki, zəlikə şirk, bu şirkdir. Ələm təsmə'u qavlil əbdus salih, salih qulun sözünü eşitmədinizmi? İnnə şirkə lə zulmun azim. Həqiqətən şirk böyük bir zülümdür. Fələmmə əşkəl əleyhim əl-murad bi zulmin, elə ki, zülm kəlməsindəki muradın nə olduğu sahabələrə müşkil qaldı və zənnu ənnə zulmən nəfs dəxilun fi, və zənn etdilər ki, nəfsə zülm etmək buna daxildir və ənnə mən zələmə nəfsəhu, və onlar dedilər ki, kim özünə zülm edərsə, ey zulmün kənə, hansı zülm olur olsun, ləm yəkun əminən və lə muhtədiyyən, onlar hidayətdə olmaz və əminçilikdə olmaz. Və cəbəhum salavatullahi və salamu aleyhi, və Allahın nəbisi, Allahın salam və duası onun üzərinə olsun, cavab verir sahabələrə, bu zənnləri haqqında cavab verir ki, və ənnə zulmə rafi'u lil-əmni vəl-hidayə aləl-itləq huvə şirk. Yəni, hidayəti və əminliyi mütləq olaraq ortadan qaldıran şirkdir. Və həzə vallahi huvəl-cəvəbul-ləzi yəşvəl-əlil və yərvəl-qalil. Bu susuzluğa aparan və illətə də şəfa verən bir cavabdır. فَإِنَّ الظُّلْمَ الْمُطْلَقِ tam mütləq zülüm huvə şirk, o şirkdir. Əlləzi huvə vədəul ibadə fi qeyri mövdiə. Yəni, ibadəti öz yerinə deyil, başqa yerə qoymaqdır. Vəl-əmnu vəl-hudə əl-mutlaq,
Yəni mütləq əminçilik və mütləq hidayət huvel-əmnu fid-dunya vəl-axirə, dünya və axirətdə əminlikdə olmaq, vəl-hudə ilə sıratil müstəqim və doğru yola da hidayət olmaqdır. Fəz-zulmul mutlaq tam və mütləq tam zülm rafiul əmn vəl-hudə əl-mutlaq tam olaraq hidayət və tam olaraq əminliyi ortadan qaldırır. Yəni İbn Qayyim rahimehullah demək istəyir ki, mütləq mütləqə aparır, hissə də bir hissəni aparır. Daha sonra müəllif rahmetullah aleyh bu fəsilə Ubadə ibn Samitdən radiyallahu anhunun hədisini Ubadə ibn Samitdən gələn hədisini rəvayət eləyir və həmin hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur ki, qalə Rasulullah sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu: Mən şəhidə ən la ilahə illallah vəhdəhu la şərikə ləh. Kim Allahdan başqa ibadətə haqq olan məbud yoxdur, o təkdir, onun şəriyi yoxdur. Və ənə Muhammədən abduhu və rasuluhu. Muhamməd onun qulu və onun rəsuludur. Və ənə İsa abdullahi və rasuluhu. Və İsa onun qulu və onun rəsuludur. Kəlimətuhu əlqahə ilə Məryəmə. Və Məryəmə atılmış bir kəlmədir. Və ruhun minhu və ondan ruhdur. Yəni Allahın yaratdığı ruhlardan bir ruhdur. Və cənnətə haqqun, cənnət haqqdır. Və nərə haqqun və cəhənnəm haqqdır. Bax, bu şeylərə şahidlik edərsə, ədxələhullahul cənnətə ələ mə kənə minəl əməl. O hansı əməl üzərində olsun, Allah Azza və Cəllə onu cənnətinə daxil edəcəkdir. Bu məşhur hədis. Bu hədisi İmam Buxari və Müslim öz səhihlərində rəvayət etmişlər. Ubadə ibn Samit məşhur ənsardan olan, Xəzrəcdən olan sahabə, İbn Qeys, Əbul-Vəlid sahabələrin önündə gələnlərindəndir. Məşhur, yəni Bədr döyüşündə iştirak edib və Rəmlədə ölüb. Hicrətin 34-cü ilində 72 yaşında. Və bəzi məlumatlara görə o hətta Muaviyyənin xilafəti dövrünə qədər yaşamışdır. Və hədisdə keçən mən şəhidə ən la ilahə illallah. Kim Allahdan başqa ibadətə haqq olan məbud yoxdur kəlməsinə şahidlik edərsə. Ey mən təkəlləmə bihə ərifən limənahə əmilən bimuqtədahə bətinən və zahirən. Yəni kim bu sözü bilərək deyərsə, mənasını bilərək deyərsə, onun gərəkdirdiyi şeyləri əməl edərək, zahirən və batinən əməl edərək deyərsə, yəni burada deməkdə, yəni şahidlik etməkdə məqsəd, kim bu kəlmə ilə onun mənasını bilərək danışarsa, onun gərəkdirdiyi şeyləri əməl edərsə, zahirən və batinən. Çünki Allah Azza və Cəllə buyurur ki, fə'ləm ənəhu la ilahə illallah. Bil ki, Allahdan başqa ibadətə haqq olan məbud yoxdur. Başqa bir ayədə Allah Azza və Cəllə buyurur ki, illə mən şəhidə bil haqq və hum ya'ləmun. Onlar bildikləri halda haqqa şahid edənlər. Haqqa şahidlik bilərək olur. Və əmmən nitqu bihə min qeyri ma'rifəti bimənaha, yəni onun mənasını bilmədən mücərrəd tələffüz etmək, və la yaqinun və yəqinlik olmadan, və la əməlun və əməlun bimə təqtədihi, yəni onun gərəkdirdiyi şeylərə əməl etmədən, min nəfi şirk, yəni şirki nəfi etmədən və ixlas
el-qavl vel-əməl, yəni qövldə və əməldə ixlas olmadan, yəni qavlul qalb vel-lisan, yəni qəlbin və dilin sözü və əməlul qalb vel-cəvarih və qəlbin və zahiri əməllərin əməli olmadan fəğayru nafin bil-icma, icma ilə o söz, yəni bu şeylər olmadan ona fayda, həmin onu deyən kəsə fayda verməz. Qalə fi el-mufhim əl-sahih Muslim. Bu kitabın adıdır El-Mufhim, Sahih Müslimə verilən şərhlərdən biridir. Qurtubinin orada bir fəsil açır və fəslin adını belə qoyur. Bəbun la yakfi mujarrad tələffuz. Mujarrad tələffuz bi şəhadəteyn, yəni şəhadət kəlməsini mücərrəd tələffüz etmək kifayət deyil. Bəllə budda min istiqyan el-qalb. Yəni qəlbin burada yəqin olması da ləbuddur. Həzih tərcümətu tənbihun ələ fəsad məzhəb el-murciə. Bu əslində tərcümə, bu fəsil, bu babın adı nəyə tənbihdir? Murciə məzhəbinin fəsad olmasına. Qailinə hansı ki onlar deyir ki, və ənə tələffuzə bi-şəhadəteyn kəfin fil iman. Yəni mücərrəd şəhadət kəlməsini tələffüz etmək iman üçün kifayətdir. Bu murciyələrin sözüdür və bu sözün batil, fəsadlı olmağı zaten müəllifin baba qoyduğu tərcümədən də bəllidir. Və əhadizu həzəl bəb, yəni bu fəsildə zikr olunan hədislər tədillu ələ fəsadihi, murciyələrin məzhəbinin fəsad olmasına dəlalət edir. Bəl hu məzhəbun ma'lumun, bu məlum olan məzhəb ki var, el-fəsadu minəl-şər'iyyəti limən vaqaf əleyhə. Yəni bu məzhəbin üzərində, bu məzhəbi incələyən adam üçün bu məzhəbin şəriətə verdiyi fəsad ona məlumdur, yəni gizli deyil. Və li'ənəhu yəlzimu minhu təsfiğu ən-nifaq. Çünki bu məzhəb ləzim edir ki, nifaqın yayılmasına, nifaqın icazəli olmasına vəl-hukmu lil-munafiq bil-iman-sahih və münafiqin imanının səhih olmasına hökm etməyi ləzim edir. Yəni mücərrəd tənəffüs imana bəs edir demək, münafiqin imanının səhih olmasına hökm etmək deməkdir. Və huvə batilun qat'an. Bu da qəti olaraq batil bir şeydir. Və fi hədihil hədis mə yedillu ələ həz. Yəni bu hədisdə, zikr olunan hədisdə bu şeyə dəlalət edən bir şey var. Və huvə qavluhu, o da nə hansıdır? Hədisdə keçən mən şəhidə, kim şəhadət edərsə, fə innə şəhadətə lə təsihu illə izkənən ən ilmin və yəqin. Və şəhadət də səhih olmaz, elm və yəqinlik olmadan. Deməli, bizim bu zikr etdiyimiz Ubadə ibn Samitin hədisi elə buna dəlalət edir. İmam Nəvavi rahiməhullah buyurur ki, həzə hadisun azimun cəlilun mu'ri. Yəni bu əzəmətli, bu böyük mövqe, böyük bir əzəmətli bir hədisdir. Və həzə əcmə'u əv min əcmə'il hədis əl-müştəmilətu aləl-əqaid. Bu ən cəm edən və yaxud da hədislər içində əqidələri əhatə edən ən belə hər şeyi cəm etmiş bir hədisdir. İnnəhu sallallahu, nəyə görə deyəcəm? İnnəhu sallallahu aleyhi və səlləm cəmə fihi mə yuxricu min minəl kufr ələ ixtilafi əqaidihim və təbəuduhə iqtasara fi hədihil əhraf ələ mə yubayinu bihi cəmi'in. Yəni bu hədis, bu küfr millətlər ki var, əqidələri müxtəlif olan, biri-birinə uzaq olan bu küfr millətləri çoxdur və onların hərəsinin əqidəsi müxtəlif və bir-birindən uzaq
olan əqidələrdir. Lakin Allah Rəsulu bu hədisdə keçən hərflərlə onların hamısına bir bəyan edir, bir mesaj verir ki, yəni bu hədisi Nəsraniyə təqdim et, Yahudiyə təqdim et, müşrikə təqdim et. Onlar ayrı-ayrılıqda olan əqidə sahibləri olsa belə, bu hədisi onlara ərz edəndə onlar başa düşəcək ki, Allah və Rəsulu onlardan nə istəyir. Yəni bu hədis həmin o cəm olan hədislərdəndir. Və mənə la ilahə illallah və la ilahə illallah kəlməsinin yəni mənası la məbud haqqun illallah. Yəni Allahdan başqa haqq məbud yoxdur. Və huwa fi məvadiə minəl Quran. Bu Quranda müxtəlif yerlərdə var. Və bu inşallah deyir ki, gətirəcək bunun mənasını. Və hədisdə keçən vəhdəhu la şərikə ləh kəlməsi. Vəhdəhu la şərikə ləh. Vəhdəhu nəyin təkid edir? Təqilun lil isbət. Yəni isbatı gücləndirən şeydir. İsbatı gücləndirən şeydir. Yəni mən şəhidə ən la ilahə illallah vəhdəhu la şərikə ləh. Vəhdə yəni isbatdır. Allahdan başqa yoxdur. Şərikə ləh də nəfyin isbatıdır. Nəfyi gücləndirir. Yəni hədisdə keçən vəhdə isbatı gücləndirir. La şərikə ləh, onun şəriyi də yoxdur. Nəfyi gücləndirir. Yəni haqq məbud odur, tək odur. Vəhdə. Ondan başqa məbud yoxdur. La şərikə ləhu yəni. Onun şəriyi yoxdur. Bu da nəfyi gücləndirir. Necə ki, İmam Hafiz deyir ki, Allah Azze və Cəllə buyurur ki, və ilahukum ilahun vahidun. Sizin ilahınız tək olan ilahdır. La ilahə illə huvər-Rəhmanur-Rahim. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O Rəhmandır, o Rahimdir. Və mə ərsəlnə min qablikə min rasulin. Səndən öncə elə bir rəsul göndərmədik ki, illə nuhi ileyhi. Ona belə vəhy etməyək. Ənəhu la ilahə illə ənə fə'budun. Məndən başqa ibadətdə haqq olan məbud yoxdur. Mənə ibadət edin. Və yaxud da bir başqa ayədə Allah Azze və Cəllə buyurur, və ilə ədin əxəhum hudan. Ad qövmünə də qardaşları Hudu göndərdik. Qalə yə qavmi, o dedi, ey qövmüm, İ'budullaha mə ləkum min ilahin qeyruhu. Allaha ibadət edin, sizin ondan başqa ilahınız yoxdur. Bunun müqabilində müşriklər belə dedi. Əcitana, sən bizə nə ilə gəlmisən? Linə'budallaha vəhdəhu, tək olan Allaha ibadət edək. Və nəzərə mə kənə yə'budu əbəuna, və babalarımızın da ibadət etdiyi şeylərdən əlmi çəkək. Allah Azze və Cəllə buyurur ki, zəlikə bi ənnallaha huvəl haqq. Bu ona görədir ki, Allah haqdır. Və ennəmə yəd'unə min dunihi huvəl bətil. Və ondan başqa ibadət etdikləriniz də batildir. Və ənnallaha huvəl əliyyül kəbir. Allah uca və böyükdür. Və şərhçi buyurur ki, fətədəmmənə zəlik. Yəni bu ayələr özündə nəyə əhatə eləyir? Nəfyül ilahiyyə əmməsi vallah. Allahdan başqa olan ilahları inkar etməyə. Və hiyyəl ibadə, bu ibadətdir. Və isbatu halillahi vəhdəhu la şərikə ləh. Və bunu da yalnız tək və şəriyi olmayan Allaha isbat etməkdir. Vəl-Qur'anu min əvvəlihi ilə əxirihi. Quran əvvəlindən və axırına yubeyyinu hədə, bunu bəyan edir. Və yuqarriruhu, bunu iqrar edir. Və yurşidu ileyhi, və buna irşad edir. Fəl-ibadətu bicəmi'i ənvaihə, ibadət bütün növləri ilə innəmə təstər min təəlluhil qalb bil-hubbi vəl-xudu vəl-təzəllül. İbadət bütün növü ilə harda sadir olur? İnsanın qəlbində, qəlb ilahlaşdırır, sevgi, xuşu və zəlilliklə, rəğəbən və rəhəbən, sevərək və qorxaraq və həzə kulluhu, və bunun hamısı da kimədir?
La yəstəhiqquhu illallahu Teala. Uca Allahdan başqası üçün deyil. Bu yalnız uca Allah üçündür. Uca Allah buna layiqdir. Bir qəlbdə xuşunun, zəlilliyin, məhəbbətin olması, qorxu, ümidin olması, bu qəlbdə bunların olması yalnız Allah üçün olmalıdır. Allahdır buna layiq. Ondan başqa ilahlar yox, o batil ilahlar yox. Və mən sərəfə min zəlik şeyən qeyrillah, kim bunları sadaladığımız şeyləri Allahdan başqasına sərf edərsə, fəqad cəələhu niddən lillah, o Allaha ortaq qoşar. Fələ yənfəuhu mə'zəli qavlun və əməlun. Və onun bu halında nə sözü, nə əməli ona fayda verməz. Çünki o müşrikdir. Heç bu ibadət də adlanmaz. Daha sonra Əbul-Muzaffər buyurur ki, şəhədət ən la ilahə illallah, yəni Allahdan başqa ibadətə haqq olan məbud yoxdur sözünə şahidlik, yəqtədi ən yəkunu şahidun alimən bi ən la ilahə illallah. Gərəkli edir ki, sən şahidliyi bildiyin halda edəsən. Yəni, la ilahə illallahı bilərək edəsən. Çünki Allah Azza və Cəllə buyurur ki, fə'ləm bil ənəhu la ilahə illallah. Ondan başqa ibadətə haqq olan məbud yoxdur. Yəni, bilməlisən, bilərək buna şahidlik etməlisən. Və burada bu ayədəki fə'ləm ənəhu la ilahə illallah, burada Allah ismi illədən sonra raf halda gəlib. Bu da nəyə bildirir? İlahiyyətliyin ona vacib olmasını. Ondan başqasına, yəni ondan başqasının buna haqqı yoxdur. Uluhiyyət sifətini daşımağa haqqı yoxdur. Bu qrammatik bir qayda idi. Ərəb dilini bilənlər zaten bunu biləcək. Həmçinin burada fayda nədir? Ən tə'ləmə ənə hədil kəlmə, yəni bu kəlmə muştamilətun, özündə əhatə edir nəyi? Ələ kufri bit-tağut vəl imanu billah. Yəni, la ilahə illallah kəlməsi özündə nəyə əhatə edir? Tağutu inkar edib Allaha iman gətirməyi. Fə innəkə ləmmə nəfiyyət əl-ilahiyyə, sən ilahlığı nəft edəndə və əsbətəl icəb lillahi təalə və Allah Taalaya da onu isbat edəndə kuntu mimmə, sən kimlərdən olsan, kufru bit-tağut və əmənə billah, tağutu inkar edib və Allaha iman edənlərdən olursan. Müəllif buyurur ki, və la reybə ənəhu ləm yədxulə fil mulf. Bu əlavə. İnşallah burada bitirək. Bunu o biri dərsdə inşallah zikr edərəm. İbn-i Qayyimin sözündən etibarən zikr edərik. Və barakallahu fikum. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.